Emil bəy, söhbət ondan gedir ki, bu adamın, yəni Ramiz Mehdiyevin dövləti cinayətdə ittiham olunması, dövlət çevrilişi cəhdində ittiham olunması onu deməyə əsas verir ki, o tək olmayıb. Yəni dövlət çevrilişini bir dənə ağsaqqal kişi, özü də ağsaqqal kişi deyəndə heç ağsaqqallıqdan da o üzə keçən bir kişi eləyə bilməz. Bunun üçün o müəyyən qüvvələri hərəkətə gətirmək lazımdır. Bu qüvvələr də Azərbaycanda var, olub. Hətta bu günləri o Rusiyanın əleyhinə döşüyənlər və yaxud Ramiz Mehdiyevin qavrğasını döşüyənlərin bir çoxu da elə həmən eyni yuvanın quşudular. Yəni bunu da o bütün cəmiyyət bilir, bütün cəmiyyət görür. Hətta ən çox da onlar danışırlar. Niyə özlərini xilas etmə ehtiyacı hiss edirlər? Məsələn, biz niyə çox danışırıq? Biz də danışırıq, amma biz onlar qədər danışmırıq və yaxud andaman eləmirik. Yaxud bizim danışmağımız daha anlaşılandır. Bəli, şərhçilər müzakirə etmədilər hadisələri. Amma məsələ deyə elə deputatlar var ki, bütün deputatlar susur bunlar danışırlar. Halbuki biz görmüşük ki, Ramiz Mehdiyevin ən yaxın adamları onlar olublar. Ramiz Mehdiyevi o şələləyib arxalarına atıblar, bütün günü onu tərifləyiblər, onun duhasından, böyük xarakterindən, böyük dövlət quruculuğu yolunda atdığı böyük addımlardan danışıblar. Amma bu günləri gördük ki, hamısı əlinə bir qılıncı alıb, əlinə bir qamçı alıb, Ramiz Mehdiyevi qamçılayırlar. Niyə qamçılayırlar? Çünki özlərində təhlükə görürlər. Onlar hesab edirlər ki, Ramiz Mehdiyevi qamçılamaqla bəlkə İlham Əliyevin, bəlkə Azərbaycan ictimaiyyətinin rəğbətini qazana bilərlər, öz günahlarını biraz yuya bilərlər. Elə bu günlərin də haqqında danışacağımız o, yəni baş nazir müavinin özü də. Məsələn, görürsünüz, medal alan kimi dərhal başlayır pisləməyə. Sən bunu medal almamışdan qabaq, orden almamışdan qabaq pislə və yaxud ümumiyyətlə, yəni nə bilim, nəsə mən hesab edirəm ki, bu günləri Ramiz Mehdiyevə daş atanların bir çoxu elə Ramiz Mehdiyevin yolunu gedənlər olublar. Mən başa düşürəm, indi o Yaqub Eyyubovdur da deyəsən adında. Bəli, Yaqub Eyyub, baş nazirin birinci müavini. Bəli, birinci müavini. İndi bu Yaqub Eyyubovu prezident mükafatlandırıb. Niyə mükafatlandırıb? Onun iki səbəbi var. Əvvəla yaşı keçib, 80 yaş. 80 yaşda indi ona bir medal verib ki, geçsin, sevinsin, ad günü münasibəti ilə geçsin, biraz o dəmlənsin. Həm də ona görə bunu veribdir ki, adətən İlham Əliyevin bir dənə yaxşı bir xüsusiyyəti var. Adətən birini işdən çıxaranda onun o sinəsinə bir dənə medal taxır, deyir, get işinlə məşğul ol. Necə ki, Ramiz Mehdiyevin də bilirsiniz ki, o boğazını, onun sinəsinə də yox, boğazına bir dənə böyük bir, nə bilim, medal taxıb yola salmışdı. Amma sonra nə oldu? Ramiz Mehdiyev məlum oldu ki, Azərbaycan dövlətinə qarşı xəyanətkar bir yol tutubdur. Yəni ona göstərilən etimadı doğrultmayıbdır. Bəli, yəni onlar doğrula da bilməzlər. Onların mayası o cür yoğrulubdur. Onlar məsələ deyək, Rusiya agentura şəbəkəsinə bağlıdırsa, təbii ki, istəyirsən onun boğazına bütün gətir, o özü boyda bir dənə qızıl as, özü də tərpəşə bilməsin yerindən, yəni çünki o boyda qızıl nətər daşıyacaq, o yenə də o xəyanət eləyəcəkdir. Niyə eləyəcək? Çünki onun mayası elə yoğrulubdur. Çünki o əvvəldən elə Rus agentura şəbəkəsinə bağlı idi və onların təlimatını yerinə yetirirdi və onların təlimatını yerinə yetirdiyinə görə də təbii ki, o xəyanət etməyə məhkum idi, məcbur idi. Onu basıb gözünü çıxardardılar ki, sən nətər yəni, biz səni bu vaxta qədər yemləmişik, çörək vermişik, yedizdirmişik, içirmişik. Səni hazırlamışıq. O boyda Azərbaycanın rəhbərliyinə gətirmişik. Sən faktiki olaraq Azərbaycanı belə deyək ki, Azərbaycanın ikinci adamısan. Hətta bəzi məqamlarda birinci adamdan daha çox idarə edibsən o ölkəni. Bunun bizə minnətdarlıq borcunu nətər ödəyəcəksən. Ona görə onun gözünü basıb çıxaracaqlarından qorxduğuna görə Ramiz Mehdiyev o xəyanəti etməyə məhkum idi, eləməli idi. Amma indi biz bilirik ki, mən yenə deyirəm, bu baş nazirin müavini, mən bilmirəm də onun haqqında hərçənd ki, çox məlumatlar zətləri yayılmışdı, nə bilim, neçə milyard dolları Estoniya banklarında, nə bilim, Pribaltika banklarında var idi. İndi onlara aydınlıq gətirsəydi daha yaxşı olardı.